Müharibədən sonra 1947-ci ildə Mərəzə ətrafında geoloji kəşfiyyat işləri apardıqda bir neçə günlüyə Cəmcəmli kəndində Qədir dayı adlı kişinin evində qaldıq. O həm də bələdçimiz idi. Türklərdən danışırdı. Kəndimizə xəbər gəldi ki, türklər Mərəzədədir. 5 nəfər cavan oğlan getdi tamaşa eləməyə. O vaxta qədər heç türk görməmişdik. Mağam mərəzəsinə girən yerdə türk zabitləri və əskərlər dayanmışdılar. Arabalar, top-topxana, atlar. Bizi gördükdə yanımıza əskər göndərdilər. Yoldaşlarım qaçıb aradan çıxdılar. Məni yaxalayıb apardılar. Bir əfsər başladı soru-suala. Kimsən? Peşən nədir? Yaxamı qurtarmaq üçün dedim ki, dəvəçiyəm. Əfsər sevindi. Ah, dedi, bizə elə dəvəçi lazımdır. Dəvəçi bölüyü düzəldəcəyik. Sözümün heç dalına qulaq asmayıb, məni ötürdülər qabağa. 45 dəvəni tapşırdılar mənə. Allah şeytana lənət eləsin. Yaman yerdə axşamladım. Vallah, bir qanun qayda, bir nizam-intizam vardı ki, deməklə başa gələn deyil. Balaca səhvə görə elə cəza verirdilər ki, ömür boyu yaddan çıxmazdı. Bir dəfə dəvələrdən biri yoxa çıxmışdı. Komandirim gözləmədiyim halda sağ üzümə elə bir şillə vurdu ki, gözümdən od çıxdı. Sol böyrüm üstünə yıxılanda sol üzümə, sol əli ilə vurduğu ikinci şillə məni yıxılmağa qoymadı. Ayaq üstə saxladı. Sol gözümdən qopan od parçası havaya qalxdı. Elə bir sağ gözümdən azca əvvəl çıxmış od parçasına bitişib, ulduza dönüb göyə uçdu. 3 saat keçmədi ki, dəvəni tapıb gətirdi. Komandirim dedi, Qədir əfəndi, sən subay mənim əlimdə yabasan. Dikanı yalın əllə götürmək imkansız, yaba lazım. Mən də kəndi növbəmdə bəndən yüksəkdə olanın əlində yabayam. Unutma yahu, get. Yahu şu sayıqsızlıqla İslam övladlarını gavura hədəfə çevirmək istəyirsənmi? Arxamca qışqırdı. Qədir dayı sözünə davam edib, heç nəyə, böyüyə, bəyə, ağaya baxmırdılar. Kim mənəm deyirdi, burnunu əzirdilər, dedi. Bir kənddə əskər yığanda molla minbaşıya rüşvət vermək istəyirdi ki, cavan oğlana güzəşt etsin, aparmasın. Minbaşını bu vaqəyə necə dəli eləmişdisə, tüfəng qapıb mollanı atəşə tutmaq fikrinə düşmüşdü. Molla üzü qoyulu sərilməsəydi, bir təhər olacaqdı.